bürcü 30 aprel 2026-cı il. İnadkar və qətiyyətli olmaqdan çəkinməyin. Məhz bu keyfiyyətlər sayəsində uğur qazanacaqsınız. İntuisiya sizə əvvəllər başladığınız işləri necə uğurla tamamlamağı, nədən başlamağın daha doğru olduğunu və nəyə ümumilikdə vaxt sərf etməməli olduğunuzu göstərəcək. Gün sürprizlər gətirə bilər. Lakin xoşa gəlməz olanlar da olacaq. Amma heç biri sizi çıxılmaz vəziyyətə salmayacaq. Özünüzə inamınızı sarsıtmayacaqsınız. Qəfil yaranan ideyalara xüsusilə diqqət edirin. Onları həyata keçirsəniz, bir çox işlər əvvəlkindən daha sana alınacaq. Yanınızda sizə kömək etməyə hazır insanlar olacaq və onların bir çoxu bunu tam səmimi şəkildə edəcək. Buğa bürcü 30 aprel 2026-cı il. Gün gözlənilməz hadisə və qəribə təsadüf ilə başlaya bilər. Bu sizə tez qərar verməyi, adi rejimi dəyişməyi tələb edəcək. Əhvalınız adi haldan daha dəyişkən olacaq və bu bəzi işləri vaxtında bitirməyə mane ola bilər. Başqalarının məsləhətlərini gözləməkdənsə intuisiya və sağlam düşüncəyə arxalansanız vəziyyəti daha yaxşı idarə edəcəksiniz. Peşəkar və əyləncə tədbirlərinə diqqət mərkəzində olacaqsınız. İnsanları ətrafınıza toplamaq, onları ruhlandırmaq, arxanızda aparmaq bacarığınız xüsusilə diqqət çəkəcək. Əkizlər bürcü 30 aprel 2026-cı il. Səhər həyatınızda dəyişiklik etmək, vacib qərarlar qəbul etmək istəyi yarana bilər. Bunun üçün zaman ümumilikdə uyğundur və riskli addımlardan qaçmaq vacibdir. Hər addımın nəticəsini düşünərək yavaş irəliləmək daha düzgün olacaq. Zaman keçdikcə müsbət təsirlər güclənəcək və siz özünüzü daha inamlı hiss edəcəksiniz. Bəzi əkizlər əvvəllər görmədikləri imkanları görəcək. Yeni istiqamətdə hərəkət etməyə başlayacaqlar. Xərçəng bürcü 30 aprel 2026-cı il. Gün xoş görüşlər və ümumilikdə ünsiyyət üçün əlverişli olacaq. Siz insanlara diqqətlə yanaşacaq, hətta əvvəllər anlaşa bilmədiyiniz şəxslərlə belə ortaq dil tapacaqsınız. Bir çox xərçənglər xüsusilə həssas və incə davranacaq və yaxınları bunu yüksək qiymətləndirəcəklər. İş və maraqlarınızla bağlı tədbirlərdə iştirak etmək üçün uyğun gündür. Özünüzü rahat hiss edəcək. Diqqət mərkəzində olsanız belə çəkinməyəcəksiniz. Şir bürcü 30 aprel 2026-cı il. Sizi çox dolu və bir qədər gözlənilməz bir gün gözləyir. Hadisələr sürətlə inkişaf edəcək və tez qərarlar vermək lazım gələcək. Lakin siz vəziyyəti tez qiymətləndirə, düzgün addımlar ata biləcəksiniz. Maraqlı təkliflər mümkündür. Həm iş, həm də şəxsi sahədə. Bəziləri gözlənilməz görünsə də, məhz onlar həyatınızda ciddi dəyişikliklərə səbəb ola bilər. Qız bürcü 30 aprel 2026-cı il. Gün son vaxtlar çox düşündüyünüz məsələləri həll etmək və əvvəl başladığınız işləri tamamlamaq üçün uyğundur. Əgər diqqətli və ciddi yanaşsanız, əldə etdiyiniz nəticələr sizi təəccübləndirəcək. Ətrafdakılar sizdən daha tez-tez məsləhət istəyəcəklər və siz onlara həqiqətən faydalı istiqamət göstərə biləcəksiniz. Sözləriniz konkret və dəyərli olacaq. Tərəzi bürcü 30 aprel 2026-cı il. Yüklənmələrdən qaçmağa çalışın. Bugün bir qədər fasilə vermək, özünüzə diqqət yetirmək faydalı olacaq. Əgər mümkün olsa ciddi işləri bir qədər təxirə salın. Səhərdən ciddi əhvalda olmaq vacibdir. Riskli təkliflərdən uzaq durun. Uğura həddindən artıq güvənməyin. Sadəcə addım-addım irəliləyin. Əqrəb bürcü 30 aprel 2026-cı il. Gün gərgin keçə bilər, amma sizə faydalı təcrübə qazandıracaq. Səhər daxili tərəddüd hiss edə bilərsiniz. Ehtiyatlı olmaq və ya risk etmək arasında seçim etmək çətin olacaq. Daha təcrübəli insanların məsləhətlərinə qulaq asmaq faydalı olacaq. Onların təcrübəsi sizi səhvlərdən qoruyacaq. Daha düzgün qərarlar verməyə kömək edəcək. Oxatan bürcü 30 aprel 2026-cı il. Gün uğurlu keçəcək və siz özünüzü daha optimist hiss edəcəksiniz. Səhər planları müzakirə etmək üçün əlverişlidir. Məsləhət almaq, ideyalarınızı paylaşmaq sizə fayda verəcək. Günün ikinci yarısı vacib qərarlar qəbul etmək üçün uyğundur. Siz detallara diqqətli olacaq və düzgün nəticələr çıxaracaqsınız. Oğlaq bürcü 30 aprel 2026-cı il. Bugün çətin və vacib məsələlərin həlli üçün uyğun deyil. Həmçinin ciddi öhdəliklər götürməkdən çəkinmək lazımdır. Əgər mümkündürsə bir qədər fasilə verin və mövcud işləri sakit şəkildə davam etdirin. Maliyyə məsələlərində ehtiyatlı olun. Tələsik qərarlar, plansız xərclər arzulunmaz nəticələrə səbəb ola bilər. Dolça bürcü 30 aprel 2026-cı il. Səhər ünsiyyət üçün çox asan olacaq. Siz əvvəllər sizi anlamayan insanlarla belə ortaq dil tapa biləcəksiniz. Səmimiyyətiniz, fərqli baxış bucağınız ətrafdakılara təsir edəcək. Yeni ideyalar yarana bilər. Onları təxirə salmaq lazım deyil. Bugün onları həyata keçirmək üçün yaxşı başlanğıc etmək mümkündür. Balıqlar bürcü 30 aprel 2026-cı il. Bugün aktiv hərəkətlərdən bir qədər uzaq durmaq daha yaxşıdır. Gələcək barədə düşünmək, plan qurmaq, sakit analiz etmək üçün əlverişli zamandır. Xəyal qurmağa imkan verin. Bu sizə yeni ideyalar gətirəcək. İş, maliyyə məsələlərində detallara diqqət edin. Tələsmədən düşünmək sizə səhvlərdən qaçmağa düzgün qərarlar verməyə kömək edəcək.